Hər vaxtınız xeyir olsun. Bugünkü verilişimizdə 44 günlük vətən müharibəsindən sonra cəmiyyətimizin ən həssas və diqqət mərkəzində olan mövzularından birini, qazilərimizin əlillik təyinatı, reabilitasiya prosesi və tam bərpası məsələlərini müzakirə edəcəyik. Təqdirə layiq haldır ki, bu sahədə dövlətimiz tərəfindən geniş miqyaslı və sistemli işlər görülür. Bu işlərin icrasında əsas rolu oynayan qurumlardan biri də Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Mövzu ilə bağlı geniş məlumat almaq və suallarımızı cavablandırmaq üçün agentliyin idarə heyətinin sədri Ramin Rzayevi studiyamıza dəvət etmişik. Xoş gördük Ramin müəllim. Təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyinizə görə. Və elə ilk sualım olacaqdır ki, bugünə qədər post-müharibə dövründən sonra dövründə neçə nəfər vətən müharibəsi iştirakçısı əlillik statusunu alıb və ümumiyyətlə nə qədər insan reabilitasiyadan keçibdir? Təşəkkür edirəm dəvətiniz üçün. Təbii ki, bu mövzu günümüzdə də aktualdır və bu mövzu ilə əlaqədar görülən işlər barədə dövlətin bu sahədə göstərdiyi qayğılar və icra etdiyi funksiyonalı barədə məlumatlar vermək bizim də istəyimizdir ki, cəmiyyəti bu istiqamətdə aydınlaşdıraq. Bəzi sual doğuran məqamları da sırf bu işin icraçısı olaraq biz aydınlataq. Bu barədə də yəqin ki, müəyyən suallarınız olacaq, cavablandıracağıq. İlk olaraq bildirmək istərdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birbaşa əlilliyin qiymətləndirilməsi, əlillik təyin olunmuş, əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi, onlara ehtiyaclar üzrə reabilitasiya vasitələrinin təminatı, həmçinin ötən ildən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi istiqamətində fəaliyyət göstərir. Vətən müharibəsi iştirakçıları ilə əlaqədar sualınıza cavab olaraq bildirmək istərdim ki, şanlı zəfərimizdən sonra Vətən müharibəsində iştirak etmiş, yaralanmış, xəsarət almış hərbçilərimizin, iştirakçılarımızın operativ olaraq əlliyinin qiymətləndirilməsi bu prosesə daxil olan bütün aidiyyatı qurumlar tərəfindən müştərək qaydada həyata keçirilmiş və ölkə başçımızın da bu istiqamətdə olan göstərişləri, qayğısı nəzərə alınmaqla dərhal əlillik vəziyyətləri qiymətləndirilmişdir. Həmin dövrdən bugünə ümumilikdə 4465 nəfər vətən müharibəsi iştirakçılarının əlilliyi qiymətləndirilmiş və müvafiq olaraq onlara müddətli və ya müddətsiz xəstəliyindən asılı olaraq əlillik təyinatı aparılmışdır. Həmçinin onu da deyim ki, bu il 2025-ci ilin 9 ayında əlillik təyinatı üzrə göstəricilər 40400 nəfərdir ki, burada təbii ki, ümumi səbəbdən əlilliyi olan şəxslərin də bura sayı daxildir. Həmin 40400 nəfərdən 18100 nəfəri ilk dəfə, yəni əlillik təyinatı almış şəxslər, geri qalan 22100 nəfər isə təkrar, yəni əlillik müddəti bitib, növbəti dəfə əlillik təyinatı aparılan şəxslər olmuşdur. Bu sahədə agentlik fəaliyyət istiqamətləri üzrə şəffaflıq və operativliyin təminatı üçün ciddi fəaliyyət göstərir və bu istiqamətdə də mühüm addımlar atılmışdır. Həm əlilliyin operativ qiymətləndirilməsi, həm şəffaf həyata keçirilməsi prosesinin, eyni zamanda prosesin elektronlaşması, gərəkli əyani müayinələr istiqamətlərində də foto şəkillər, videolarla görüntülərin və müayinələrin ölümsüzləşdirilməsi və ya arxivləşdirilməsi həyata keçirilir. Hal-hazırda sualınıza bu qədər yəqin ki, kifayət olaraq Daha ətraflı istərdim. Nəyi soruşum? Siz indi qeyd etdiniz. Daha operativ aparılır sənədləşmə digər əlillik şəxslərin təyinatından fərqli olaraq qazilərimizin əlillik təyinatı prosesi və burada operativlik, güzəştlər, bu proses necə təmin olunur? Hər halda fərqlənir bir çox xüsusiyyətlərinə görə. Qeyd edim ki, əslində müharibə ilə əlaqədar, yəni hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilməsi üçün şəxs ilk öncə hərbi həkim komissiyasından, yəni bu adətən onun xidmət etdiyi qurumun nəzdində olan hərbi həkim komissiyalarıdır. Hərbi həkim komissiyalarında müvafiq qaydada şəhadətləndirilirlər. Yəni şəhadət tərtib olunur və onun xəsarətinin, xəstəliyinin hərbi səbəblə olması həmin qərarda qeyd olunur. Daha sonra vətən müharibəsi iştirakçısı əlillik üçün müraciət edəcək həmin şəxs
müvafiq qaydada qeydiyyatda olduğu tibb müəssisəsi vasitəsilə tibbi sosial ekspertiza xidmətinə göndəriş rəsmiləşdirir. El arasında bu forma 88 olaraq adlandırılır. Həmin göndəriş elektron şəkildə sistemə daxil edildikdən sonra artıq agentliyin tibbi sosial ekspert komissiyasının həkimləri tərəfindən həmin göndəriş görülür, adsızlaşdırılmış qaydada. Yəni o göndərişin əslində kimin olduğu bilinmir. Bu da şəffaflığa xidmət edir əslində. Obyektiv və sürətli qərarların, ədalətli qərarların təmin olunması üçün Vətən müharibəsi iştirakçılarında həmin şəhadətnaməsi əsasında vurulmuş forması göndərişi sistemə daxil olduqdan sonra operativ qiymətləndirilir. Burada necə edilir? Başqa bir tətbiq etdiyimiz model nədən ibarətdir? Xəstəliklərin daha ətraflı qiymətləndirilməsi, daha düzgün, daha operativ təyinatı üçün və ya deyək ki, hər hansı bir bürokratik göndərişin geri qaytarılması və ya əlavə sənəd tələb olunması halları baş verməmək üçün biz Vətən müharibəsi iştirakçılarını əlilliyinin qiymətləndirilməsini əyani komissiyalarımız vasitəsilə dərhal, kollegial şəkildə aparmaq üçün dəvət edirik və əyani şəkildə onların ekspert qrupu tərəfindən qiymətləndirilməsi həyata keçirilir və təyinatları aparılır. Sənədləri mövcud deyilsə belə, bəzi hallarda bizdə agentliyin tərkibində yer alan müasir tibbi avadanlıqlarla təsis olunmuş müayinə mərkəzlərimizdə onlar ətraflı müayinə olunur, heç bir əlavə göndəriş verilmədən və müayinə nəticələri əlilliyə əsas verirsə, dərhal təyinatı aparılır. Və elə mərkəzlərdən söz düşmüşkən, maraqlı olardı, hansı mərkəzlər fəaliyyət göstərir, hansı reabilitasiya xidmətlərini onlar göstərirlər və burada təbii ki, kompleks formadadır. Burada həm fizikidir, həm psixolojidir və həm də sosial adaptasiya istiqamətində aparılan reabilitasiya xidmətləridir. Sualınız çox yaxşıdır, məlumatlı olmağınız sevindiricidir, lakanik suallar verirsiniz. Deməli, agentliyin fəaliyyəti sadəcə əlilliyin təyinatı ilə yekunlaşmır. Burada məqsəd əlilliyin təyinatından sonra əlilliyi olan şəxsin cəmiyyətə yenidən qazandırılması və onların orqanizm funksiyasının itirildiyi, deyək ki, hansısa bir üzvü varsa, o üzvünün tam funksional bərpasının təmin olunmasıdır. Bunun üçün də nələr etmək lazımdır? Təbii ki, əlilliyi olan şəxsin operativ şəkildə davamlı reabilitasiya, kompleks reabilitasiya tədbirlərinə cəlb olunmalıdır. Agentliyin nəzdində hal-hazırda biri Bərdə Regional Dost Mərkəzində fəaliyyət göstərən RehaPoint olmaqla 16 reabilitasiya mərkəzi fəaliyyət göstərir ki, bunlardan 4-ü 18 yaşdan kiçiklərə, yəni uşaqlara xidmət edir. Geri qalan 12-si isə 18 yaşdan yuxarı olan bizim əlilliyi olan şəxslərimizə təsis olunmuşdur. Agentliyin bütün reabilitasiya mərkəzləri demək olar ki, müasir tələblərə uyğun tibbi və digər reabilitasiya yönümlü avadanlıqlarla təsis olunmuşdur. Həmçinin bu sahəyə ölkə başçımızın olan qayğısı və öz göstərişləri əsasında 13 sayda agentliyimizin reabilitasiya mərkəzi əsaslı təmir tikintidən sonra tam donanımlı şəkildə təsis olunaraq istifadəyə verilmişdir və hal-hazırda Vətən müharibəsi iştirakçısı səbəbi ilə əlilliyi olan bizim şəxslərimiz həmin reabilitasiya mərkəzlərində öz istəklərinə uyğun seçimləri ilə də müalicə almaqdadırlar. Bütün reabilitasiya mərkəzləri demək olar ki, müvafiq avadanlıqlarla təsis olunub. Bunlar robotik avadanlıqlar və tibbi, fizioterapevtik avadanlıqlar və digər əmək terapiyasına, loqopediyaya və ya deyək ki, psixoloji, sosial dəstək istiqamətli avadanlıqlar aid etmək olar. Vətən müharibəsi iştirakçılarına və digər əlillərə göstəriləcək xidmətlərin arasında fizioterapiya xidmətlərini göstərmək olar, müalicə və bədən tərbiyəsi xidmətlərini, eləcə də robotik avadanlıqlarla, neyroform avadanlıqları ilə müasir texnologiyanın tələblərinə cavab verən avadanlıqlarla dayaq hərəkət funksiyasının bərpası istiqamətində görülən tədbirləri nümunə vermək olar. Bir də ki, onların bəziləri təbii ki, protez ehtiyacları var. Protezdən əvvəl və sonrasında protezə adaptasiya dövrü üçün reabilitasiya xidmətləri ilə əhatə olunaraq çox kompleks şəkildə xidmətlərə cəlb olunurlar. Həmçinin həm stasionar, həm də ambulator qaydada həmin mərkəzlərdə xidmət göstərilir. Və protezləşmədən söz düşmüşkən, elə istərdim bu istiqamətdə davam edək və mərhələ nə yerdədir? Aşağı və yuxarı ətraflarını amputasiya edilmiş bizim Vətən müharibəsi iştirakçılarının son
nəsil yüksək texnologiyalı protezlərlə təmin olunması prosesi uzun müddət ki davam edir. Bəli. Artıq təmin olunubmu hamı, yoxsa hələ də davam etməkdədir və bu istiqamətdə hansı yeniliklər var? Sualınıza cavab olaraq bildirim ki, Vətən müharibəsindən sonraki dövrdə aşağı və yuxarı ətraf əzalarını itirmiş əlilliyi olan şəxslər, hansı ki Vətən müharibəsi iştirakçılarıdır, ölkə başçımızın göstərişinə əsasən onların cəmiyyətə tam şəkildə inteqrasiyası və sosial olaraq təminatı və eyni zamanda öz funksionallarını tam aktiv şəkildə bərpası üçün yüksək texnologiyalı protezlərlə təchiz olunması barədə tapşırıq verilib və buna müvafiq vəsaitlər ayrılmışdır. Hal-hazırda demək olar ki, Vətən müharibəsi sonrasında əlilliyi təyin olunmuş şəxslərdən hansısa biri demək olar ki, qalmayıb. 494 nəfər hal-hazırda 612 ədəd yuxarı və aşağı ətraf yüksək texnologiyalı protezlə təmin olunmuşdur. Yüksək texnologiyalı protez deyəndə nəyi başa düşürük? Həmin protez, yəni ağıllı protez olaraq qiymətləndirilir. Elektron komplektləşdirici ilə təchiz olunmuşdur bu protezlər və bu protezi istifadə edən əlilliyi olan şəxs heç kimin əlavə bir dəstəyi və köməyi olmadan həmin protezin istifadəsi ilə müstəqil, sərbəst, inamlı şəkildə öz funksiyalarını, həyat fəaliyyətlərini bərpa edə bilirlər. Hətta 14 nəfər bizim Vətən müharibəsi iştirakçımız var idi ki, ətraflarını itirən həmin şəxslər idmanla məşğul olurdular. Onlar üçün xüsusi olaraq qaçış imkanlarını təmin edən qaçış protezləri yüksək texnologiyalı biz təmin etdik və hal-hazırda 14 nəfərə 15 ədəd qaçış üçün protez təminatı həyata keçirtmişik. Həmin şəxslər də beynəlxalq turnirlərdə, yarışmalarda iştirak edirlər və öz idman hərəkətlərində həmin protezlər vasitəsilə təmin edirlər. Təşəkkür edirəm Ramin bəy. Biz bayaq da danışdıq, siz sadaladınız və bu göstərilən reabilitasiya xidmətləri sırasında xüsusi önəm kəsb edir Vətən müharibəsi iştirakçılarının psixoloji reabilitasiyası böyük önəm kəsb edir və mən istərdim o haqda da danışasınız ki, onların məhz cəmiyyətə inteqrasiyasını, həmin o psixoloji dəstəyin verilməsi istiqamətində hansı işlər aparılır və hər halda onların ailə üzvləri də bu reabilitasiya prosesinə cəlb edilir. Biraz geridən başlayayım yenə də. Yəni reabilitasiya mərkəzlərimizdə kompleks reabilitasiya tədbirləri görülür. Yəni reabilitasiya xidmətlərimiz bizim ümumilikdə öz içərisində də bölünür. Stasionar xidmətlər, ambulator xidmətlər, telereabilitasiya, icma əsaslı reabilitasiya, onlayn reabilitasiya deyə bizlərdə həm də səyyar reabilitasiya, hətta rehabas xidmətlərimiz var ki, onların kontingenti biraz fərqlidir. Təbii ki, başqa verilişlərdə bununla əlaqədar suallarınızı ətraflı şəkildə cavablandıra bilərəm. Ümumilikdə onu qeyd edim ki, postmüharibə dövründə Vətən müharibəsi iştirakçılarından 3681 nəfərə tibbi və sosial psixoloji reabilitasiya xidmətləri göstərilib. Onlardan 1943 nəfəri stasionar şəkildə və ambulator şəkildə qiymətləndirilib və reabilitasiya xidmətləri davam etdirilib. Digərləri də icma əsaslı onlayn deyək ki, terapevtik və ya psixososial dəstək xidmətləri ilə əhatə olunub. Həmçinin biraz əvvəl bəhs etdik ki, reabilitasiya vasitələrindən ümumilikdə postmüharibə dövründə müharibə ilə əlilliyi olan şəxslərdən 2371 nəfərə də 82269 sayda reabilitasiya vasitələri də verilib. Hansı ki, bunlar sadəcə protezlər demək deyil, digər dəstək üçün istifadə olunan reabilitasiya vasitələri, hansı ki, qanunda həmin şəxslərə bəli, tam funksionallığını təmin etmək üçün, onların rahatlığını təmin etmək üçün. Reabilitasiya xidmətlərinin arasında ən əhəmiyyətlərindən biri də sosial psixoloji reabilitasiya dəstək xidmətləridir. Hansı ki, bizim Vətən müharibəsi iştirakçıları, Vətən müharibəsi iştirakı səbəbilə orada aldığı xəsarətlərdən ötürü əlilliyi müəyyən olunmuş şəxslərə, şəhid ailələrinə, Allah şəhidlərimizə rəhmət etsin, onların yaxınlarına göstərilən sosial psixoloji xidmətlərdən mən danışım biraz. Reabilitasiya mərkəzlərimizdə postmüharibə dövründə ümumiyyətlə həm fərdi, həm də qrup terapiyalar, həm də onlayn terapiyalar həyata keçirilmişdir. Çox sıx və mütəmadi olaraq. Həmin sosial psixoloji reabilitasiya nəticəsində vətəndaşın psixoloji amillərdən
qurtarılaraq onun təkrar cəmiyyətə inteqrasiyası, sosial həyata təkrar adaptasiyası, həmçinin şəhid yaxınlarının həyata tutunmaları, müəyyən psixoloji problemlərin aradan qaldırılması, onların psixoloji olaraq bərpası həyata keçirilmişdir. Hal-hazırda da bütün reabilitasiya mərkəzlərimizdə fərdi və qrup terapiyaları yenə də davam etməkdədir. Hətta onlayn biz psixoloji terapiyaları, psixoloji sosial dəstəklərimizi davam etdiririk və həm Vətən müharibəsi iştirakçıları, həm də şəhid ailələri bu proqram çərçivəsində əhatə olunurlar. Və biz danışdıq bütün bu xidmətlərdən. Hər halda bu reabilitasiya xidmətlərindən yararlanan bir çox qazilərimiz tam sağlam həyata qayıdıbdır. Nə qədər saydadır? Statistik məlumatlarınız varmı? Və ümumiyyətlə istərdim hər halda buradan da irəli gəlir o sual ki, bir çoxlarının bu istiqamətdə artıq əlillik statusunun ləğv olunması da zəruri görülür. Yəni bu sual da yerində bir sualdır. Əslində son cümlənizə ondan başlayın cavablamaq üçün. İlk növbədə əlillik müddəti ərzində əlilliyə səbəb olan xəstəlikləri sağalan, deyək ki, orqanizm funksiyasının itirilməsi bərpa olan şəxslərin həmin müddət ərzində sağalıb deyə əlillikləri ləğv olunmur. Həmin əlillik müddəti sonuna qədər, deyək ki, 2 illik, 1 illik, 2 illik və ya 5 il müddətinə təyin olunubsa, ekspertiza müayinəsindən keçməli olurlar. Bəli, həmin müddət ərzində onsuz da o həmin şəxsin əlilliyi qüvvədə qalır. Sadəcə müddəti bitəndən sonra növbəti əlilliyi qiymətləndirilən zaman, əgər müraciəti olarsa ki, bəzilərdə müraciətdə də olmur sağaldığı üçün, növbəti müraciətində şəxsin əlillik vəziyyəti yoxlanılır, baxılır, əlillik təyinatına uyğunluğu barədə qərar qəbul olunur. Əvvəldə də qeyd etdiyim kimi, əlillik anlayışı fərqlidir. Yəni, müddətli əlilliklər var, bir də müddətsiz təyin olunan əlilliklər var. Ümumiyyətlə, cəmiyyətdə belə bir vüslət alan və ya deyək ki, cəmiyyətdə ənənəvi şəkildə ifadə olunduğu kimi əlillik heç vaxt kəsilmir. Əlillik sadəcə müddətli verilir. Həmin müddət bitəndən sonra əlilliyə görə təyin olunmuş ödənişləri, müavinət və ya pensiya ödənişləri də dayandırıldığı üçün avtomatik. Çünki əlilliyə bağlıdır o. Əlillik müddəti bitir, əlillik müddətindən sonra ödənişlər dayandırılır və vətəndaş şikayətlənir ki, əlilliyim kəsildi. Xeyr, sadəcə sizə təyin olunmuş müddət bitib, siz yenidən əlilliklə əlaqədar müraciət etməlisiniz, müvafiq proseslərdən keçməlisiniz, yenə həkim məsləhət komissiyaları vasitəsilə təbibin və ya səhiyyənin müəssisələri, Səhiyyə Nazirliyinin müəssisələrində müayinələr olmalısınız və göndəriş vurulduqdan sonra, rəsmiləşdirildikdən sonra biz yenidən əlillik təyinatına baxmalıyıq. Bu qədər. Müddətli və müddətsiz əlilliklərin hansı şəkildə təyin olunmasına gəlincə onu deyim ki, adətən bərpa olunmaz xəstəliklər, deyək ki, anaftalımda biri gözünü itirib, deyək ki, amputantda biri ayağını və ya yuxarı ətrafını itirib, bu kimi şəxslərdə geri dönülməz xəstəliklər olduğu üçün müddətsiz təyin olunur əlillik və həmin şəxs bir daha təkrar ekspertizadan keçmə zərurəti duymur. Amma bəzi xəstəliklər var ki, terapevtik, somatik xəstəliklərdir və bu müəyyən bir dövrü əhatə edir və həmin müddət, əgər həmin xəstəliyin reabilitasiya potensialı varsa, sağalma ehtimalı varsa, bu şəxsə müddətli əlillik təyini aparılır. Bu da tamamilə qanunvericilikdən irəli gəlir, əlilliyin təyin olunması meyarlarından irəli gəlir. Belə olan halda da müddət içərisində şəxsin reabilitasiya olunması və tibbi müalicələr olunması, hansı ki, bu barədə Tibbi Sosial Ekspert Komissiyasında artıq göstərişləri olur ki, hansı müalicələr, hansı təyinatlar aparılmalıdır. Müalicəsindən sonra əgər şəxs sağalıbsa, artıq bu reabilitasiya olunmuş sayılır. Sizin sualınızın tam deyək ki, cavablandıracaq olsaq, Vətən müharibəsi iştirakçılarından da təbii ki, müddətli əlillik təyin olunanlardan reabilitasiya olunmuşları var, artıq sağalmış olanları var ki, növbəti bir əlilliklə əlaqədar qiymətləndirmək üçün artıq müraciət etmirlər. Cəmiyyətdə tam olaraq öz peşəsini, ixtisasını icra edir və hər hansı bir sağlamlığını pozan bir amil də qalmayıb, reabilitasiyaları nəticəsində, kompleks tədbirlər nəticəsində sağlamlıqlarına qovuşublar. Çox sağ olun. Təşəkkür edirəm sizə. Əslində mövzunuz olduqca genişdir və ümid edirəm ki, növbəti verilişlərimizdə digər suallarımızı da sizə verəcək və siz də cavablandıracaqsınız. Çox sağ olun dəvətiniz üçün təkrar. Bu mövzunu təbii ki, danışmaq bizim üçün də şərəfdir, qürurdur.
uğurlar arzu Sizə edirəm. də və can sağlığı diləyirik bütün qazilərimizə, şəhidlərimizə də rəhmət diləyirik. Və bir daha xatırladım ki, studiyamızın qonağı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rızayevlə qazilərimizin əlillik təyinatı, reabilitasiya prosesi və tam bərpası məsələlərini müzakirə etdik.